Sağ olun. Hər vaxtınız xeyir. Biz sizi Gəncə Daşkəsən regionundan, Samux rayonundan və Qarağaclı kəndindən, Samux rayonunun Qarağaclı kəndindən salamlayırıq. Gördüyünüz kimi burada ətrafa baxsanız, burada sel su basma hadisəsi baş verib. Ölkənin müxtəlif ərazilərində yağışlar nəticəsində çayların daşması, sellər yaranıbdır və bu ərazilərdən biri də Samux rayonunun Qarağaclı kəndidir. Biz indi buradayıq. Aqrar Sığorta Fondunun eksperti, müstəqil aqrar sığorta eksperti burada çalışır, zərəri qiymətləndirir, hadisəni araşdırır və indi biz həm burada baş verən hadisə, həm dəymiş zərərin necə müəyyən olunması ilə bağlı suallarımıza cavablandıracağıq. Hər vaxtınız xeyir İsa bəy. Aqibətiniz xeyir. Yorulmayasınız, necə deyərlər. Burada bayaqdan müşahidə edirik, işinizi həyata keçirirsiniz, qiymətləndirmə aparırsınız. Əvvəlcə məlumat verəcəksiniz. Burada nə hadisəsi baş veribdir? Hal-hazırda Samux rayon Qarağaclı kəndindəyik. Burada bu ərazi Kürün sol sahilində yerləşir. Kür hardadır burada? Kür yaxınlıqdadır. Kür oradadır. Bəli, bəli. Bəli, o tərəf, sonra da bu tərəf, eləmi? Nisbətən o tərəfdir. Bu tərəf hətta su basan yerdir. Burası su basan yer. Bəli, bəli. Sadəcə olaraq sahibkar bu illəri əkməyib oranı, əkə bilməyib. Bəli, bəli. Bu tərəfdir, bəli. Kür çayının yaxınlığındayıq. Bəli, Kür çayının çox yaxınlığındadır bu ərazi. Arpa ərazisidir. Bəli. 97 hektar ərazidir. 97 hektar ərazinin müəyyən bir hissəsini su basıb. Hətta ehtimal var ki, bu su basma prosesi davam edə bilər. Əvvəlki illərdəki təcrübələrimiz onu göstərir ki, bu spesifik bu ərazilər növbəti aylarda daha çox su öz ağuşuna ala bilər. Yenidən su basma hadisəsi baş verər və tamamilə ərazini məhv edə bilər. Yeri gəlmişkən bir məsələni qeyd edək ki, artıq Xaçmaz bölgəsində, Şabran bölgəsində belə hallar qeydə alınıbdır. Bizim ekspertlər orada ölçmə işləri aparıblar, amma yenicə oradan qayıdandan sonra həmin ərazi yenidən su basıb və yenidən müraciət daxil olub. Artıq ikinci dəfə ora ekspertiza gedibdir. Burada siz araşdırma apardınız. Suyun dərinliyi təxminən nə qədərdir burada? Suyun dərinliyi Kürə yaxın ərazilərdə nisbətən daha yüksəkdir. Məsələn, neçə santimetrdir deyək? Bizim ölçdüyümüz təxminən Kürə yaxın hissələrdə 40 santimetr, 50 santimetr. Getdikcə təbii ki, bu azalmaya doğru gedir. Nisbətən daha qıraq yerlərə çıxdıqda bu 10 santimetrə qədər düşür. Amma təbii ki, ərazinin bir hissəsinin su basdığına görə su basmayan yerlərdə ərazi quru şəklində qalmışdır. Bir məsələni diqqətinizə çatdırın. Bax, burada suyu biz görürük və adama elə gəlir ki, artıq burada su bitir, quru yer başlayır. Amma əslində diqqətlə baxsaq, otun içində də orada su var. Demək olar ki, tamamilə suyun içindədir və hərəkət eləmək də mümkün deyil. Biz bayaq oradan keçəndə gördük. İsa bəy, əsas məsələlərdən biri, bütün fermerləri maraqlandıran məsələlərdən biri odur ki, ekspert sahəyə gələndə bu zərəri necə qiymətləndirir? Məsələn, biz bayaq baxdıq, siz telefonla qeydlər apardınız, planşetlə qeydlər apardınız. Sizin burada hazırda həyata keçirdiyiniz iş nədən ibarətdir? Biz hal-hazırda bu ərazidə ilkin ekspertiza prosesini həyata keçirdirik. Bu nə deməkdir? İlkin ekspertiza prosesi hadisənin miqyasının dəqiqləşdirilməsi, hadisənin təsdiqi üçün çox önəmlidir. Yəni, hara qədər su basıb, deyil mi? Hara qədər su basıb, nə zaman basıb, hansı fazada basıb və s. və ilə axır. Və bu günlərin... Yəni, bitkinin inkişafın hansı mərhələsindədir? Bəli, bitkinin inkişafın hansı mərhələsindədir? Növbəti etaplarda bu tədricən biçinə yaxın müddətdə, biçinə 15 gün, 10-15 gün qalan müddətdə yekun ekspertiza prosesi mütləq şəkildə həyata keçirilməlidir. İndiki proses ondan ibarətdir ki, ərazilər müəyyən olunur, hansı dərəcədə su basma var, hansı ərazinin su basıbdır və burada başqa, məsəl üçün, siz şəkil çəkəndə həmin ərazinin, yəni müxtəlif ərazinin hər nöqtəsindən şəkil çəkirsiniz, eləmi? Çünki fermerləri əsas maraqlandıran məsələ odur ki, zərər düzgün qiymətləndirilsin, yəni doğrudan da bütün zərər əhatə olunsun. Bax, ekspertlər bunun üçün nətər, hansı üsullardan istifadə edirlər, nətər edirlər bunu? Ərazinin, ümumiyyətlə, çalışırıq hər tərəfini gəzək. Bəli. Bu, hər tərəfini gəzdiksə, bizim xüsusi proqramımız var. Bir aplikasiyamız var. Həmin aplikasiya üzərindən biz şəkillər çəkirik və məlumatları ötürürük sığorta fonduna. Nəticə itibarilə biz hər dəfə o şəkilləri çəkdikdə eyni zamanda onun koordinatını da götürür. Şəkil çəkəndə koordinat da gedir. Koordinat da götürür və hansı ərazidən, hansı nöqtədən həmən şəkil çəkmişiksə, o müəyyən olunur. Eyni zamanda həmin nə zaman çəkmişik, yəni bu kimi datalar qeyd olunur ki, bu da şəffaflığın qiymətləndirilməsi məqsədilə çox önəmlidir.
Yəni ki, ekspert burada şəkil çəkəndə, sonradan hadisə araşdırılanda, hansı şəkilə baxanda, şəkilin məhz hansı nöqtədən 1 metrə qədər dəqiqliyinə qədər, hansı nöqtədə çəkildiyi dəqiq məlum. Bu çox önəmlidir. Çünki sonradan zərərin qiymətləndirilməsində və fermerə sığorta ödənişi həyata keçirilməsində böyük rol oynayır. Bəli. Siz Samux rayonunda artıq bir neçə təsərrüfata baxmısınız, eləmi? Samux rayonundan başqa son günlər hansı rayonlarda olmusunuz və təsərrüfatlara baxış keçirmisiniz? Su basma ilə əlaqədar olmasa da ola bilər. Məsələn, dünənlərim Xocalı rayonundaydım. Xocalı? Bəli, bəli. Xocalı rayonunun Balıca kəndində. Balıca kəndində. Onda orada bir fiziki şəxs var idi. 10 hektar ətrafı torpaq sahəsi var idi. Orada üçün şəxsin hərəkətləri qismində olan hadisəni dəyərləndirmişəm. Bəli. Üçün şəxsin hərəkəti yəni nə olmuşdu? Malqara otarılması baş vermişdi ərazisində. Hər hansı bir üçüncü şəxs sonra o heyvanları daxil eləmişdi. Bu da eyni zamanda bitkidə zərərə, həm bitkinin, həm əkilərin bitkinin zərərə məruz qoyulmuşdu. Təşəkkür edirəm müəllim, yorulmayasınız. Aqrar Sığorta fonduna olan müraciət əsasında bu bölgədə İsa İbrahimli Aqrar Sığorta eksperti araşdırma aparıb qeyd eləyək ki, suvarma hadisəsi, İsa bəyin qeyd elədiyi üçüncü şəxsin hərəkəti, yəni kiminsə heyvanının hansı əkin sahəsinə ziyan vurması və bundan başqa 20-dən artıq risk Aqrar Sığorta tərəfindən qarşılanır. Biz fermerləri öz təsərrüfatlarını vaxtında və bütün əkin sahələrini sığortalamağa dəvət edirik ki, bax belə hallar olanda, təbiətin şıltaqlığı olanda onlar zərərlə üzləşməsinlər, böyük zəhmət hesabına başa gələn həm məhsullarını, həm də gəlirlərini götürə bilsinlər. Növbəti canlı yayımlarımızda görüşənədək salamat qalın.